Həyatınızın məsuliyyətini öz üzərinizə götürməyə hazırsınızsa, onda müəyyən şərtləri təmin etmək lazımdır. Bu şərtlərdən biri sizin sözlərinizdir, danışdıqlarınızdır. Sizin danışığınız tamamilə sizin məsuliyyətiniz altındadır. Çünki həmin sözləriniz, danışıqlarınız sizin düşüncələrinizin davamıdır. Hər zaman da deyirik ki, düşüncələrimiz, inanclarımız bizim həyatımızı bəlirləyir və düşüncələrimizə fikir verdikcə biləndə ki, bizim həyatımız ondan asılı olur, ondan asılıdır. Biz düşüncələrimizdə daha seçici olmağa başlayırıq. Bundan başqa əsas şərtlərdən biri də ki, bağışlamağı bacarmağı öyrənməkdir. Bu biraz çətin məsələdir. Misal üçün, yanınızdan kimsə keçəndə küçədə gələr sizə anidən çiyninizdən vurar və yaxud toxunar, keçər bərk. Siz əsəbləşərsiniz, qəzəblənərsiniz, hətta arxasınca da gedərsiniz ki, nə olub, hasta oldu. Və arxasınca gedəndə, yaxın duranda görərsiniz ki, misal üçün, kordur. Bilərəkdən eləməyib. Həmən siz yumuşalacaqsınız, qəzəbiniz gedəcək, çünki ondan asılı olmayıb. Bax, həyatınızda sizə əziyyət verən, uşaqlığınızda, daha yetkin vaxtınızda əziyyət verən, sizə travma yaşadan həmin vaxt o insanları da eyni belə bağışlamağı bacarmaq lazımdır. Çünki o da onlardan asılı deyil. Onların uşaqlığına baxın. Görün, onlar öz uşaqlığında nələr keçib, onlardan başqa nə gözləmək olardı. Bağışlamaq sizin bağışlaya bilməmək sizin öz sevginizi, öz dəyərinizi də aşağı salır. Fikir verin, bağışlaya bilməyən insanlar çoxsu özünü sevə bilməyən insanlardır. Öz dəyər hissi yüksək olmayan insanlardır. Çünki həyat bir aynadır. Həyat bir aynadır və hər şey bir-birinə çox zəncirvari bağlanıb da. Maraqlıdır, çox maraqlıdır. Kimisə bağışlaya bilməyəndə duyğular bizim duyğularımızdır ki, biz onu ötürürük. Kimisə bağışlaya bilmiriksə, ondan narazıyıqsa, əslində biz özümüzü bağışlaya bilmirik. Biz kimisə bağışlaya biləndə, ümumiyyətlə bağışlamağı öyrənəndə, avtomatik olaraq özümüzü də bağışlamağı öyrənəcəyik. Zəncirvari. Özümüzü bağışlamağı öyrənəndə isə həmən bizim öz sevgi hissimiz artacaq, öz dəyər hissimiz artacaq, özümüzü sevməyə başlayacağıq. Bundan başqa da çiynimizdən o çox ağır bir yükdür. Kiməsə kin, kiməsə nifrət. Ona görə buraxın. Buraxanda həyat da öz axarına düşür. Çoxumuz böyüyürük və daxilimizdəki o uşağa nifrət eləməyə başlayırıq. Çünki o uşağın içində o narahatlıqlar olur, o uşağın içində o əzilmək duyğusu olur. Biz onunla barışa bilmirik və başlayırıq eynən o uşağa necə münasibət bəslənibsə, həmin uşağa biz də o cür münasibət bəsləyirik. Amma bağışlayanda o uşağı, özümüzü, bağışlayanda özgüvənimiz artır. Özümüzə güvənməyə başlayırıq. Doktor Harrison öz xəstəliklərini səhv kitabında deyir ki, bağışlamaq, özünü və valideynlərini bağışlamaq və keçmişi buraxmaq antibiotiklərdən daha çox səni sağaldır. Və demək olar ki, bütün terapiyalarda bağışlanmağın ətrafında dönür. Və hikmətdirsə, hansı psixoloqa, hansı terapevtə getsəniz, o sizə terapiya bağışlamağın ətrafında dönəcək. Biz bağışlamayanda, özümüzü bağışlamayanda, keçmişi buraxmayanda, özümüzü keçmişə bağlayırıq. Keçmişə bağlayanda isə anı yaşaya bilmirik. Əgər biz bugünkü günü yaşaya bilmiriksə, daim belə keçmişdə qalırıqsa, onda o istədiyimiz möhtəşəm gələcəyi necə yarada bilərik? Sizcə bu necə mümkün ola bilər? Fikir verin, xoşbəxt, şən, pozitiv insanların çox vaxtı çox şən həyatları olur. Amma xəstə, kasıb, tənha insanların həyatı nə cürdür?
Onlar danışanda özləri haqqında, öz münasibətləri haqqında, öz işləri haqqında necə danışırlar? Onların inancları, özlərinə dair inancları necədir? Baxın, həmin insanların inancları özlərinə dair necədirsə, həyatları da ona görə o formada davam eləyir. Xəstə, tənha, kasıb. Bundan başqa, bayaq dediyim kimi düşüncələrimiz. Biz biləndə ki, bizim düşüncələrimiz bizim həyatımızı formalaşdırır, onda seçici oluruq. Baxırıq ki, nəyi düşünək. Şuuraltımıza gözəl fikirlər, affirmasiyalardan o an istifadə etməyə başlayırıq. Siz affirmasiyaları deyərkən bunlara əvvəl-əvvəl inanmaya bilərsiniz. Çünki deyirsiniz də, boş kimi baxırsınız buna ki, həyatda bunu görmürsünüz axı hələ. Amma affirmasiyaları dedikcə, burada bir afirmasiya olunmama yəni. Olunmamaları dedikcə, elə bil siz toxum atırsınız. Əkin sahəsinə toxum atırsınız. Və zaman keçdikcə həmin o toxum cücərməyə başlayacaq və siz onun nəticəsini görəcəksiniz. Ona görə fikirlərinizə fikir verin, olunmamalardan istifadə edin. Ən çox mən layiqəm, mən gözəl həyata layiqəm, mən sevilməyə layiqəm, mən ən gözəl həyatı haqq edirəm. Durmadan özünüzə deyin. Hə, inandınız, inanmadınız. Dedikcə yavaş-yavaş siz zaten hisslərin üzərində qurulur bizim həyatımız. Dedikcə siz başlayacaqsınız o fikrə inanmağa, onu duyğu kimi yaşamağa. Çünki şuuraltınız yalanla doğrunu ayırd eləyə bilmir. Siz dedikcə şuuraltı elə bilir ki, bu doğrudan da belədir də, mənə belə siqnal gəlir. Və getdikcə həmin o hissləri həyatınızda da yaşayacaqsınız. Belə dostlar, bugün mövzu çox böyükdür, amma artıq 7 dəqiqədə danışıram. Məsələn, bu TikTok üçün yaramır, amma yenə də qoyacağam. YouTube'da görüşərik.